Tanınmış teleaparıcı Səidə Bəkir qızının bir neçə gün öncə düşdüyü yol qəzası ilə bağlı bir sıra məqamlar üzə çıxıbdı. Qəza necə baş veribdi, günah kimdə olubdu, qəzadan sonra Səidə xanım özünü necə aparıb, necə davranıb, bütün bunları az sonra biləcəksiniz. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. Qəzanın digər iştirakçısı, yəni Səidə xanımın avtomobili ilə toqquşan digər avtomobilin sürücüsü Sadiq adlı şəxsi tapmışam. İndi özü danışacaq. Necə baş verib qəza, günah kimdə olubdu, qəzadan sonra Səidə xanım özünü necə aparıb, gəlin eşidək. Hüseynov Sadiq Ələndiroğlu, Ağdam rayonundan Xındırasan kəndində taksi fəaliyyəti ilə məşğulam, Arendiya maşını sürürdüm. Ayın 13-ü 5-ci ay 2026-cı il Səidə Bəkir qızıyla maşınımız qəza törətdi. Mən də Arendiya maşını sürürdüm. Səidə xanım çox gözəl davrandı məndən. Allahın köməyi olsun. Allah gül balasını xoşbəxt eləsin. İndi Azərbaycan xalqına xahiş edirəm, mənə bir köməklik eləsinlər. Maşın yaman gündədir. Özüm də imkanım yoxdur düzəltməyə. Xahiş edirəm imkanlı şəxslərə, yəni gücü çatan köməklik eləsin. Bəli, öz dilindən eşitdik nə baş verdiyini. Həqiqətən Səidə xanıma da halal olsun. O qəzadan sonraki davranışına görə qardaş da kasıb adamdır, taksi sürməyə gəlib Bakıya. Olmayıb, deyirəm dostluğumda imkanlı adamlar çoxdur. Əl tutmaq əlidən qalıb deyirlər el dilində. Varsa imkanınız kömək edin. Yazın mənə, əlaqələndirim qardaşla sizi. Kömək edin.